Bir yaşlı Sağlam Radyo'dan herkese salamlar, akşamınız xeyirli olsun ve bugün de Sağlam Radyo'da, Sağlam Həyat proqramında sizinle mən olacağım, aparıcınız Samirə. Həqiqətən də maraqlı bir qonaqla bugün də sizi tanış edəcəm, həm də maraqlı bir mövzumuz da var. Bu arada qeyd edim. Sağlam həyat, dəyişimə bugündən başla. Bəli, dünən biz bir yaşımızı qeyd etdik və dinləyicilərimiz bizi təbrik etdilər. Ümumiyyətlə fəaliyyətimizlə bağlı müəyyən bir dəyərləndirmələr, qiymətləndirmələr aparıldı. Təbii ki, təkliflərlə, layihələrlə gələcəkdə hər hansı bir görüləcək işlərlə bağlı biz də aparıcılar olaraq, əməkdaşlar olaraq da məlumatları dinləyicilərimizlə bölüşdük, çatdırdıq onlara. Bugün studiyamızda qonağımız var. Bugün axı həftəmizin çərşənbə günü olduğuna görə bilirsiniz ki, adətən biz burada Andop təlimçilərindən görüşürük və çox böyük bir məmnuniyyətlə bugün də həkim-dietoloq, eyni zamanda qeyd etdiyimiz kimi Andop məzunu Əfqanə xanım Kəsəmənli olacaq. Doktor, xoş gəldiniz. Axşamınız xeyir olsun Samirə xanım. Sizi və hörmətli dinləyicilərimizi ürəkdən salamlayıram. Axşamınız xeyir. Xoş Bildiyimə gəldiniz. görə təşəkkürəm. Dünən sizin bir yaşınız tamam olub. Mən bu münasibətlə sizin radionu, bütün kollektivi, başda siz olmaqla, Səhiyyə Nazirliyi olmaqla hər birini ürəkdən təbrik edirəm. Səhiyyə Nazirliyimizə, bu gözəl radionun əhalinin maariflənməsində mühüm əhəmiyyət kəsb edən radionun təşkilində iştirak etdiyi üçün öz təşəkkürümü bildirirəm və uzun ömürlü olmasını arzu edirəm. Təşəkkür edirik. Biz də bu arzulara, təbriklərə qoşuluruq və hər kəsi təbrik edirik və ölkənin ən sağlam radiosu deyirik biz bu radioya. Ona görə də ən dəqiq, ən belə sağlamlıqla bağlı həqiqətləri çatdıran radio olaraq da fəaliyyət göstərir. Bundan sonra da inşallah ki, davam eləyəcək. Əfqanə xanım, bəzən olur həqiqətən, yəni bunu heç kəs danmaz. Əsəbləşdiyimiz vaxtlarımız da olur. Birdən-birə vəziyyətimiz ani olaraq dəyişir və biz belə deyək, aşırı dərəcədə bəzən xoşbəxt, sevincli görünürük. Hətta kənardan da belə baxsalar, müşahidə etsələr bizə deyərlər ki, aha, sən nə qəribə adamsan, yəni biraz 5 dəqiqə əvvəl əsəbləşmişdin, amma 5 dəqiqə sonra hisslərin elə bir sənə ələ verdi, başqa cür hisslərlə özünü göstərirsən. Yəni bir növ biz idarə eləyə bilmirik hisslərimizi. Təklif eləyirəm ki, bugünün mövzusunu elan edək bərabər şəkildə. Hər şey deyəsən hormonların üzərində dayanar. Doğrudur. Çox doğru qeyd etdiniz. Hormonlar orqanizmdə mövcud olan bioloji aktiv maddələrdir. Bizim orqanizmimizin bütün fəaliyyəti, emosional vəziyyətimiz, inkişafımız, yaddaşımız hər birinin hormonlarla əlaqəsi mövcuddur. Ona görə də bugünkü mövzumuzun hormonlar olması məni çox xoşbəxt elədi. Nəyə görə? Mən bu barədə öz tibbi biliklərimi əhaliyə çatdıra biləcəyim üçün çox şad oldum. Özünüz necəsiz? Ümumiyyətlə bu hormonlarla bağlı disbalansı qoruya bilirsiniz yoxsa? Çox sağ olun. Bəli, problemim yoxdur hələ ki hormonlarla bağlı. Çünki bunun idarə olunması üçün əlimdən gəldiyi qədər təsir edə bilirəm hormonlarıma müəyyən qədər. Qidalanma ilə bağlı, həyat tərzi ilə bağlı. Ona görə də hələ ki hormonlarla bağlı bir problem yaşamıram. Bizə də maraqlıdır. Ümumiyyətlə necə idarə edirlər bizi bu hormonlar? Kimdir bu görünməyən idarəçilər və eyni zamanda necə olur ki, bir anda biz xoşbəxt, 5 dəqiqə sonra bayaq qeyd etdiyim kimi keyfsiz oluruq. Hormonlarla bağlı suallar olacaq dinləyicilərimiz tərəfindən də və 055 93 490 93-ü ona görə xatırladıram. Elə indidən WhatsApp üzərindən yazıb göndərsinlər sizə suallarını və biz də başlayaq. Hormonlar nədir? Gündəlik həyatımızda onlar bizə necə təsir edir? Stres zamanı məsələn nə baş verir orqanizmdə, bədənimizdə ki, biz o an idarə eləyə bilmirik, çətinlik çəkirik bu hormonları idarə etməkdə. Bəli. Hormonlar bədənimizdə vəzlər tərəfindən ifraz olunur. Bədənimizdə bir sıra vəzlər var və hər birinin özünə məxsus ifraz etdiyi hormonlar vardır. Bu hormonlar çox az miqdarda ifraz olunur, lakin onların orqanizmə təsiri çox böyük miqdardadır, böyük dərəcədədir. Ona görə də biz hormonlara xüsusi diqqət yetirməliyik. Bayaq da qeyd elədiyim kimi bizim əhval-ruhiyyəmizə də hormonlar çox təsir eləyir, müsbət və ya mənfi şəkildə olması barədə. O baxımdan həmçinin hormonlar sırasına xoşbəxtlik və kədər hormonları da aid edilib. Onlar barədə də irəliləyən dəqiqələrimizdə danışacağıq.
Onlar elə indi də öyrənəyə görə xoşbəxtlik hormonları deyəndə nə nəzərdə tutulur və onlar nə zaman ifraz olunur? Ən yaxşı vaxtlarını bizə deyə bilərsiniz? Bəli. Deməli, xoşbəxtlik hormonlarımıza endorfin, serotonin, oksitosin kimi hormonlar aiddir. Bir də dopamin ən çox qeyd olunan hormonlardan biridir. Bunlar bədəndə müxtəlif vəziyyətlərdə ifraz olunurlar. Məsələn, sevincdən ağlamaq biz bilirik ki, bu da mümkündür. Kədərdən də ağlamaq mümkündür. Ancaq sevincdən ağlayan zaman bədənimizdə endorfin, kədərdən ağlayan zaman kortizol miqdarı artmış olur. Uşaqlarda dondurma yeyəndə, tortlar yeyəndə, hər nə qədər bunlar ziyanlı olsa da tortların yeyilməsi çox da qəbul olunan bir hal deyil. Bu da uşaqların xoşbəxt olmasına səbəb olur. Ondan başqa həmçinin təbiətdə olmaq, meditasiya ilə məşğul olmaq, əhval-ruhiyyənin müsbət olmasına təsir edir ki, bu zamanda xoşbəxtlik hormonlarımız ifraz olunur. Uşaqları qeyd etdiniz. Əslində yeniyetməlik dövründə insan belə deyə özünü bambaşqa cür hiss eləyir. Deyərdim ki, daha açığı, xoşbəxt, sevincli. Yəni mən tanımıram ki, yeniyetmə olsun, o qədər də məsələn depressiyada olsun və yaxud da ki, baxırsan ki, havalarda uçur da. Yəni onun da o dövrüdür. İstəyərdim ki, bununla bağlı danışaq. Uşaqlıqdan yetkinliyə keçid zamanı hormonların rolu necə baş verir? Nədən ibarətdir bu zaman? Çox doğru qeyd etdiniz. Həqiqətən də uşaqlıq dövründən yeniyetməlik dövründən gənclik dövrünə keçid zamanı hormonlar çox mühüm əhəmiyyət kəsb edirlər, böyük rol oynayırlar gənclərin, uşaqların həyatında. Bunun səbəbkarı əsasən cinsi hormonlardır. Oğlanlarda kişi cinsi hormonların miqdarının artıq ifraz olunması, qanda artması, qızlarda isə qadın cinsi hormonlarının artması, bu artıq onların qız kimi və yaxud da ki, oğlan kimi yetişməsində mühüm rol oynayır. Aralarında fərq varmı məsələn? Bəli, əlbəttə böyük fərqlər var. Belə ki, kişi cinsi hormonlarına testosteron və androgen, qadın cinsi hormonlarına isə estrogen və progesteron aiddir. Bunlar çox fərqli hormonlardır. Onu da qeyd etmək istəyirəm ki, biz bilək ki, hər kəs bilsin, qadın orqanizmində kişi cinsi hormonu, kişi orqanizmində qadın cinsi hormonu mövcuddur. Sadəcə bunların cinsi xüsusiyyətlərindən asılı olaraq miqdarları fərqlidir. Problem o zaman yaranır ki, burada miqdarlar dəyişir. Məsələn, kişi orqanizmində qadın cinsi hormonunun miqdarının artması onun fiziki görünüşünə, psixologiyasına çox böyük təsir göstərir. Davranışına. Həmçinin qadın orqanizmində də kişi cinsi hormonunun artması. Adətən bu hansı yaşda olur məsələn? Dəyişkənlik. Bəli, bu dəyişkənlik əsasən yeniyetməlik dövründən sonra özünü göstərməyə başlayır. Uşaqlıq dövründə bunu hiss eləmək mümkün deyil. Bu cinsi hormonların ifraz olunmasından sonra oğlanlarda dediyim kimi kişi əlamətləri, fizioloji quruluş olaraq, qızlarda isə qadınlara məxsus fizioloji quruluş inkişaf etməyə başlayır. Səsin dəyişməsi, oğlanlarda, həm qızlarda, həm oğlanlarda spesifik artıq səs tonlarının yaranması, tüklənmənin yaranması, boy artımı, əzələ inkişafı və s. bunlar orqanizmdə baş verən proseslərdir. Ancaq uşaqlıq dövründə biz onu hiss eləmirik. Məsələn, adi bir misal deyim. Biz telefonla danışanda yeniyetməlik dövrünə qədər telefonla danışdığımız uşaqların oğlan və ya qız olduğunu dərhal təyin edə bilmirik. Hətta mən öz övladlarım arasında səhv salıram ki, hansınızsınız danışan. Amma yeniyetməlik dövründən sonra bunlar artıq spesifikləşir, səs də dəyişir, hərəsində öz cinsinə məxsus olaraq fizioloji quruluşda dəyişir. Fizioloji dəyişikliklər baş verir. Bəs nə zaman məsələn kişilərdə qadın hormonu çoxalır, qadınlarda əksinə kişi hormonu. Bu nədən asılı olur? Burada bir sıra faktorlar var. Ancaq bunlardan mən ən çox qeyd etmək istəyirəm hamiləlik dövründə qidalanma. Qadının hamiləlik dövründə qidalanmasından çox şey asılıdır. Məsələn, süni şəkildə yetişdirilmiş toyuq məhsullarından hamiləlik dövründə xanımların istifadə etməsi çox da məsləhət deyil. Çünki hamiləlikdə oğlan bətnində qadının oğlan və ya qız uşağı olmasından asılı olmayaraq, orada süni yetişdirilmiş toyuqların tərkibində estrogenlərin miqdarı hormonlarla yetişdirildiyi üçün onlar əsasən estrogenlərin miqdarı çox olduğuna görə bu oğlan uşağına da mənfi təsir edir ki, onda qadın cinsi hormonların miqdarı artmağa başlayır. Qız uşaqlarına da mənfi təsir edir. Çünki heç nəyin artıqlığı yaxşı deyil. Estrogenin miqdarı nə qədər də estrogen qadın cinsi hormonu olsa da, qız uşağında da bunun miqdarının artıqlığı
mənfi təsir göstərir. Aha, deyək ki, bu baş verdi. Hormonlar üstələdi. Qadınlarda kişi hormonları, kişilərdə qadın hormonları bir balaca elə bir ki artdı. Və bu da təbii ki, siz də qeyd etdiniz ki, bu özünü biruzə verir. Bəli. O an kömək etmək, hər hansı bir müalicə qəbul etmək mütləqdir. Əlbəttə, mütləqdir və mümkündür. Bəzən insanlar düşünür ki, bu belədir. Mənim cəmiyyətimizdə istəyərdim hər kəs bu barədə maariflənsin ki, biz insanlarda dəyişikliklər görəndə, biz indi ətraf mühitimizdə çox insanlar rastlaşırıq gündəlik həyatımızda. Hansısa bir qızda oğlan əlamətləri, oğlanda qız əlamətləri görəndə biz ona gülməyək. Biz başa düşək ki, onun hansısa bir hormonal ya da psixoloji bir problemi var. Valideynlər də bunu bilməlidir mütləq şəkildə. Övladlarında bunu təyin etdikdən sonra onu övladlıqdan imtina eləmək, şəbəkə xaricində saxlamaq, belə deyim, loro dilində əvəzinə ondansa endokrinoloqa, həkimə müraciət eləsin, diyetoloqa müraciət eləsin, qidalanmasını balanslaşdırsın. Bununla da problem həllini tapacaq. Yəni müalicə olunmadan bu öz-özünə keçən bir məsələ deyil. Əgər miqdar çox yüksəkdirsə, öz-özünə keçməsi biraz bəli, riskli məsələ. Aydındır. Buna da aydınlıq gətirdik və mən belə başa düşdüm ki, hər şey ana bətnindən başlayır. Bəli. Hər şey ana bətnindən başlayır. Ümumiyyətlə gənclərimizin maariflənməsi çox vacibdir. Mən çox şadam ki, dövlətimiz, Səhiyyə Nazirliyimiz bu istiqamətdə çox geniş işlər görürlər. Məsələn, nikahdan öncə sağlamlıq arayışının tələb olunması, bu gələcək nəsillərimizin saflaşdırılması, sağlamlaşdırılması baxımından çox önəmlidir. Qohum nikahlarının ləğv olunması, bu çox gözəl bir təşəbbüsdür. Bunun sayəsində insanlar gələcək həyatlarını tənzimləyə bilirlər. Belə ki, məsələn, əgər gənc bir ailə övlad planlayırsa, o zaman ilk olaraq artıq başlamalıdır qidalanmalarına riayət eləməyə. Qadın və ya kişi fərqi yoxdur. Siqaretdən, zərərli vərdişlərdən imtina eləməyə, polivitamin kimi müxtəlif qidalarla, vitaminlərlə zəngin qidalarla qidalanmalıdır ki, artıq hamiləlik dönəmində bilinmir ki, hansı gündə, hansı ayda bu baş verəcək. Artıq orqanizm buna hazır olsun. Bunu biləndən sonra isə artıq daha dəqiq, spesifik yardımlar göstərmək olar bədənə. Vaxtımız olacaq kifayət qədər bunu müzakirə etməyə. Ən əsas mənə maraqlıdır ki, səbəblər. Birazdan biz buna toxunacağıq. Məsələn, qidalanmanın adını çəkdiniz. Yuxu mənim üçün maraqlıdır. Əlaqə varmı yuxu ilə bu hormonlar arasında? Bunu sizdən Əfqanə xanım birazdan soruşacağım. Dinləyicilərimiz də istəyirəm ki, aktiv olsunlar. Nəyi bilmək istəyirsiniz hormonlar barəsində? 055 93 490 93-ə göndərə bilərsiniz suallarınızı və elə bu andan etibarən hormonlar hücuma keçir deyərdim. Sağlam həyat. Söhbətimiz sağlam olsun. Hormonlardan danışır bugün Sağlam Həyat. Həqiqətən də hisslərini idarə edə bilməyən insanlar var, dinləyicilərimiz var. Bayaq da qeyd etdim, bəzən 5 dəqiqə əvvəl başqa cür olur, 5 dəqiqə sonra başqa cür olur. Təbii ki, bu insanın özündən asılı olmayan bir şeylərdir. Hormonlar onları idarə edir. Ona görə də biz hormonlar haqqında nə qədər ümumiyyətlə məlumatlıyıq, nə dərəcədə düzgün məlumatları əldə etmişik və bu yöndə mənə elə gəlir ki, bugünkü qonağımız Andopt məzunudur, həm də ixtisasca həkimdir, diyetoloqdur. Əfqanə xanım kəsəməlli məlumat verəcək. Ona görə də hal-hazırda studiyamızdadır. Sizin də suallarınız varsa göndərin, oxuyacağıq, səsləndirəcəyik 055 93 490 93-ə. Mən bir səbəbləri axtarmağa çalışıram, doktor. İndi öyrənmək istəyirəm ki, yuxu rejimi məsələn arasında, hormonlar arasında hər hansı bir əlaqə görürsünüzmü? Bəli. Əlbəttə, yuxu rejimi ilə hormonların arasında da çox geniş əlaqə var. Belə ki, bizim yuxu rejimimizi tənzimləyən melatonin adlı hormonumuz var. Melatonin hormonu beyində epifiz vəzi və ya pineal vəzi deyilən vəzidə ifraz olunur. Bu, yatan zaman gecələr qaranlıqda ifraz olunan bir hormondur. Əsasən 9-dan sonra ifraz olunmağa başlayır. Son dövrlərdə mən və digər həkim həmkarlarım bu barədə çox geniş danışırlar. Bu da xoş bir haldır ki, əhali bu barədə maariflənməli olur. Maariflənmiş olur. Belə ki, gecələr gec yatılması
melatonin hormonunun ifrazını zəiflədir və yaxud da ki, gündəlik həyatımızın bir parçası çevrilən telefonlar, mobil telefonlar, televizorlar, yəni mavi işığa məxsus olan hər bir avadanlıq melatonin ifrazını ləngidir. Belə ki, beyin aldanır, sanki bunu günortaymış kimi hiss edir və melatonin ifrazı etmir. Ona görə də yuxu pozulmaları yarana bilər. Normada 10-11-in yarısı arası yataqda olmaq məsləhət görülür. Çünki saat 11-də melatoninin qanda miqdarının maksimum olan bir vaxtıdır. Bu dövrdə yuxuda olan zaman melatonin çox gözəl beyinə rahatlıq, orqanizmə rahatlaşdırıcı, sakitləşdirici təsir edə bilir. Lakin melatonin ifrazı pozulan zaman yuxu pozulmaları da yaranır. Nəticədə əsəbilik, gərginlik meydana çıxır. Estrogendən bayaq danışdınız. Ümumiyyətlə qadınlar özləri fərqindədirlərmi? Estrogen onları idarə eləyir və bunu özləri bir tənzimləyə bilirlərmi? Adətən necə bilirsiniz? Ümid edirəm Həm də ki, eyni zamanda kişilərimizdə. bəli. Testosterondur da onlarda. Testosteron bəli kişi cinsi hormonudur. Estrogen və progesteron qadın cinsi hormonudur. Bunlardan progesteron qadınlarda əsasən hamiləlik dövründə təsir göstərən bir hormondur. Estrogen isə gündəlik həyatımızda normal xarici, yəni hamiləlik dövründə olmayan bir qadın orqanizminə də quruluş verən bir hormondur. Çox vacib bir hormondur. Qadınlarda yumurtalıq adlanan cinsiyyət vəzlərində ifraz olunur. Bədənimizin quruluşu, nahiyələrimizin quruluşu, hamısı demək olar ki, estrogendən asılıdır. Estrogen qızlarda cinsi yetişkənlik dövründən başlayaraq, orta hesabla 11-12 yaşdan başlayaraq fəaliyyətə başlayır, təsirini göstərməyə başlayır. Bu klimaks, menopauza dövrü deyilən təxminən 47-51 yaşına kimi davam edir. Və orqanizmə çox böyük təsir göstərir. Belə ki, menopauza dövründən sonra qadın artıq özündə olan qadın əlamətlərinin nisbətən azaldığını hiss etməyə başlayır. Belə ki, dərinin elastikliyi zəifləyir, dəridə mimik qırışları artır, sağrı nahiyələrinin, dodaq nahiyələrinin həcminin kiçilməsi baş verir, saçlarda tökülmə baş verir. Yəni estrogenin qadın orqanizmi üçün çox mühüm əhəmiyyəti vardır. Amma o an müalicə lazım olur onlara, yoxsa bu əlbəttə menopauza dövrünün öz-özünə baş verir və normal bir proses orqanizmin kimi. fizioloji bir halıdır, ümumiyyətlə menopauza. Yəni hər bir qadın bilir ki, bu dövrü yaşayacaq. Hər bir Amma orqanizm. necə məsələn? Bir qadın var ki, məsələn, ağrılı keçirir bu prosesi. Bəli, o artıq onun bu dövrə qədər qadın olaraq həyatını necə keçirməsindən asılıdır, nə qədər uşaq dünyaya gətirməsindən asılıdır, nə qədər süni, yəni hamiləliyin dayandırılması prosesləri icra eləməsindən asılıdır, cinsi həyat tərzinin necə olmasından asılıdır. Bundan asılı olaraq qadınlarda bu dövr qısala və ya uzana da bilər. Ola bilər, yəni biz normalını, standartını deyirik ki, 47-51 yaşda. Ola bilər 30 yaşında, 35 yaşında artıq klimaks, menopauza keçirən qadınlar da var. 60 yaşına, 65 yaşına qədər bu proses davam edən qadınlar da var. Biz təsadüfi deyil ki, bəzən eşidirik ki, 55 yaşında bir qadın hamiləlik keçirdi. 60 yaşında bir qadın övlad dünyaya gətirdi. Yəni bunlar hamısı hormonlar vasitəsilə idarə olunan proseslərdir. Bir də maraqlıdır ki, idmanla məşğul olmaq istəyənlər, ümumiyyətlə idmanın özü nə dərəcədə hormonlarla bağlılığı var? Yəni hormonların tarazlığı bu zaman özünü necə göstərir? Bəli. Necə təsir edir? İdman həm qadın orqanizminə, həm kişi orqanizminə vacib olan bir fiziki aktivlik növüdür. Bu zaman serotonin və endorfin adlı hormonlarımız daha çox ifraz olunurlar. Endorfin xüsusən idmanın qaçış növündə ifraz olunan bir hormon növüdür. Ümumiyyətlə son dövrlərdə artıq tibb o yönümdə inkişaf edir ki, idman etmək vacibdir, ancaq ağır idman növü bədənimiz üçün deyil. İnsan orqanizmi üçün deyil. Necə ki, maşının uzun müddət sürülməsi onun ömrünü qısaldır, belə deyək. Ağır idman növləri ilə məşğul olmaq da insanın ömrünü qısaldır. Təsadüfi deyil ki, yəni hər bir şeydə təbii ki, müstəsnalar var, amma biz əsasən deyirik ki, ağır idman növləri ilə məşğul olan idmançılar çox uzun müddət yaşamırlar, uzun illər yaşamırlar. Ona görə də idman edən zaman ən gözəl idman növü düşünürəm ki, yürüyüşdür.
Sürətli yürüyüş də ola bilər, yüngül qaçış da ola bilər. Ancaq bundan o tərəfə idman növləri məsləhət deyil və idmanla məşğul olan insanlar, bu fərqi yoxdur, qadın olsun, kişi olsun, artıq onda bir asılılıq yaranır. Bu xoş bir asılılıqdır. Nə baxımdan? Çünki idmanla məşğul olan zaman serotonin bədəndə ifraz olunmağa başlayır və artıq o azalanda qanda insan hiss edir ki, nəsə bir narahatçılıq var. Özünə əvvəlki kimi yaxşı hiss eləmir. Çünki dəyişiklik görür ona görə. Bəli, ona görə də yenidən idmana gedərək bunu bərpa eləyə bilir. Aha. Biz birazdan hormon müalicəsinə gələrik. Əfqanə xanım, təbii ki, hormon müalicəsi nədir? Hansı hallarda tətbiq olunur? Ümumiyyətlə bu hormonlar emosional vəziyyətimizə necə təsir edir? Ən çox da deyərdim ki, insan belə deyək də əsəbləşir daha çox hormonlarda disbalansı yaşayanda. Bilmirəm nəyə görə. Yoxsa mənə elə gəlir, daha çox insanlar elə bir stresslə qarşılaşırlar. Bəli, əlbəttə megapolisdə yaşayan insanlarda stress daha çox olur. Yəni biz də Bakı şəhərində yaşayırıq. Şəhərimiz böyük şəhərdir, əhalisi çoxdur. İstər-istəməz biz gündəlik həyatımızda daha çox insanla, daha çox maşınla rastlaşmalı oluruq və bunlar bizim əsəb sinir sistemimizə təsir eləyə bilir. Mənfi və ya müsbət mənada. Ümumiyyətlə fərqi yoxdur. Harda yaşamasından asılı olmayaraq, yəni ucqar, sakit bir kənd həyatı yaşayan bir insan da stressə məruz qala bilər. İstənilən halda bədəndə stress hormonunun artması, bu hormonun adı kortizol adlanır. Kortizol ifraz olunur bədəndə, qanda miqdarı artdıqca insanda əsəbilik, gərginlik, həyəcan yarana bilir. Ona görə də mümkün qədər biz hər zaman tövsiyə edirik ki, stressdən uzaq olmaq. Yəni stres bədəndə elə bir xəstəlik yoxdur ki, stres ona təsir eləməsin. Elə bir proses yoxdur ki, onun elə bir orqan yoxdur ki, orada bir izini qoymasın. Bəli, əlbəttə. Çünki bütün orqanlarımıza sinir lifləri gəlir, onları qidalandırmaq üçün, belə deyək. Ona görə də əsəbləşən zaman bu əsəb həmin sinir lifləri vasitəsilə bütün bədənə yayılır. Aha. Bax belə baş verir sən demə. Bir də maraqlıdır. Bayaq bir dinləyicimizin də sualı xoşuma gəldi. Deyir ki, doktor, sizə qulaq asıram və dediniz ki, hamiləlik dövründə hormonlarda dəyişiklik olur, amma məndə hələ də indiyənə qədər bu davam edir, dəyişikliklər. Bunun üçün nə etməliyəm? Psixoloqla mı görüşməlidir? Necə? Bəli, hamiləlik dönəmində dediyim kimi progesteron miqdarının, hormonun miqdarı daha da artır. Bu qadınlarda həssaslıq yaradır. Yəni hər kəs başa düşməlidir ki, hamilə qadından mümkün qədər xoş rəftar eləmək lazımdır. Bu elə belə bir deyim deyil. Çünki qadının özündən asılı olmayaraq onun bədənində bir fizioloji dəyişikliklər gedir. Onun bətnində yeni bir orqanizm inkişaf eləyir. Ona görə də hər ayına trimestr deyilir buna ginekologiyada. Hər trimestrə uyğun olaraq bədəndə müəyyən bir dəyişikliklər gedir. Belə qadın özü də hiss eləməlidir ki, hamilədir, özünü bir qədər qorumalıdır, hər şeyə əsəbləşmək olmaz, hər şeyə görə stres keçirtmək olmaz və başda həyat yoldaşı, qaynanalar, qaynatalar, ata, ana və s. bütün ailə üzvləri hörmətlə yanaşmalıdır. Qadının hamiləliyinə və onun bətnindəki dölə hörmət əlaməti olaraq. Necə olmalıdır doktor ümumiyyətlə? Yəni hamiləlik dövründə mən belə başa düşdüm ki, bu əlamətlər normaldır. Hamiləlik bitdikdən sonra bitməlidir bu. Hamiləlik davam edirsə demək burada nə ola bilər? Hər bir şeyin öz standartı var. Yəni hamiləlikdən çıxan kimi dərhal bu norma dayanmır. Necə sayılır məsələn? Məsələn, hamiləlikdə qadın 10-12 kiloqrama qədər çəki ala bilir. Bu normaldır. Burada dölün çəkisi var, dölyanı mayenin çəkisi var. Bu çəkinin alınması bəzən xanımlarımız çəkini o qədər özlərinə dərd eləyirlər ki, bunu anormal kimi, yəni normal vəziyyəti ilə hamiləlik vəziyyətindəki çəkisinin eyni olmasını bəlkə də gözləyirlər. Bu mümkün deyil. Lakin hamiləlikdə qidalanmağa düzgün riayət etmədikdə, xüsusən sonuncu trimestrdə, yəni sonuncu 3 ayda karbohidratların, yağlı qidaların çox qəbul olunması artıq çəkinin 10-12 kiloqram yox, bəzən hətta 20-25 kiloqram artmasına səbəb ola bilər. Bu da normal olaraq qadında bir psixoloji vəziyyət, gərginlik yarada bilər. Hamiləlikdən sonra ilk 6 ay ərzində bu çəki öz-özünə, bədən özü çox gözəl kompensasiya eləyə bilir bunu. Bu çəki 6 ay ərzində gedir. Yəni 6 ay ərzində bu dövr həm də uşağın südəmər dövrüdür. Südlə, ana südü ilə qidalanması üçün çox mühüm bir dövrdür. Ona görə də burada diyetaya oturum, dərhal çəki atmağa çalışın, bu düzgün deyil. O zaman ana südünün miqdarının azalmasına səbəb olacaq ki, bu da əlbəttə ki, uşağa təsir edir, onun immun sisteminin zəifləməsinə səbəb olur, gələcəkdə müxtəlif xəstəliklərə daha onu dözümsüz edir.
mən belə başa düşdüm ki, norm olaraq 6 aydan sonra bu davam etməməlidir. Bəli. Yəni aydındır. Sertifikasiya ilə bağlı bir sual-cavab gələcək. Mən artıq bu sualı sizə deyəsən vermişəm. Bəli. Bir dəfə çünki qonaq olmuşdunuz proqramımızda və sertifikasiyadan inşallah bir də nə vaxt keçəcəksiniz, yada sala bilərsiniz. Bəli, sertifikasiya hər 5 ildə bir Səhiyyə Nazirliyinin təşəbbüsü ilə bütün həkimlərimiz arasında həyata keçirilir. Bu çox gözəl bir təşəbbüsdür. Mən bunu dəstəkləyirəm nə baxımdan? Bu insanların, həkimlərimizin öz üzərində işləməsi üçün bir zəmin yaradır, bir stimul yaradır, məsuliyyət yaradır. Bu da əlbəttə ki, əhalimizin sağlamlığı üçün çox vacibdir. Həkimlərimizin sağlam olması və özlərində savadlı olması və özlərində çalışması. Elə isə gəlin baxaq görək indi səslənən sual nədən ibarət olacaq və hansı cavabı eşidəcəyik. Sağlam həyatda hormonlardan danışırıq və bu haqqda danışmaq üçün dəvət etmişik studiyamıza Andop məzununu, həkimdir, dietoloqdur Əfqanə xanım Kəsəmənlini və siz də yazın göndərin 055 93 490 93-ə. Sağlam həyat. Bizimlə sağlam qalın. Əslində bayaqları Əfqanə xanım siz qidalarla bağlı danışanda mən elə istədim ki, sual verəm. Yəni siz ümumiyyətlə qidalanmadan danışdınız, biraz danışdınız, keçdiniz. Amma bu sualımı sonra da unutdum. İndi istəyirəm ki, məsələn öyrənmək. Biz ki deyirik məsələn qidalanma birbaşa olaraq hormonlara təsir edir də, artmasına və yaxud azalmasına. Hansı qidalar hormonları poza bilir? Bəli. Bu məni maraqlandırır. Çox doğru qeyd etdi Samirə xanım. Qidalanma həqiqətən hormonlara çox böyük təsir göstərə bilir. Belə ki, karbohidratlarla zəngin qidalar, məsələn, piylənməyə daha çox səbəb ola bilir. Bədəndə piy toxumasının miqdarı artdıqca estrogenlərin miqdarı artmağa başlayır. Bu fərqi yoxdur, qadın ya da kişi. Dediyim kimi, kişilərdə də çox mənfi təsiri var. Qadınlarda da bu keçmək olmaz. Yəni həqiqətən qadınlarda da estrogen miqdarının artıqlığı problemlərə, patologiyalara gətirib çıxara bilər. Karbohidratlarla zəngin qidalar qeyd elədiyim kimi işlənmiş qidalar, bunlara sosislər, kalbasalar, işlənmiş ət məhsulları daxildir. Həmçinin çipslər, fast food qidalar, onların tərkibində trans yağlar olur. Trans yağlar gələcəkdə kanserogen, yəni xərçəng yaradan, piylənməyə səbəb olan maddələrdirlər. Ona görə də mümkün qədər hazır qidalardan uzaq olmaq, az yeyilməsi daha faydalıdır orqanizm üçün. Yəni biz keçmiş Sovetlər dövründə deyilirdi ki, gündə 3 dəfə qidalanma vacibdir, səhər yeməyi çox vacibdir. Ancaq indi biz necə qeyd edirik? Artıq tibb bunu sübut edib ki, sabahlar kortizol, indi biz birazdan kortizol barədə, yəni stres hormonu barədə də danışacağıq yəqin ki. Kortizolun miqdarı sabah saat 6 və 8 arasında qanda ən pik həddi olur. Ona görə də kortizol yuxu oyanma proseslərini tənzim edir, təmin edir. Kortizolun miqdarının qanda yüksək olan dövründə bədənə əlavə qidanın ötürülməsi məsləhət deyil. O baxımdan əgər çox alışdırılmayıbsa bədən, çalışmaq lazımdır ki, saat 12-dən tez səhər yeməyi yeyilməsin. Mən düzdür, bunu tələbələrə aid etmək istəmirəm. Çünki tələbələr zehni əməklə məşğuldurlar. Onlar sabah gedirlər, gün orta, axşam qayıdırlar. Ac qalması, universitetdə belə deyək də quru qidalarla, fast food qidalarla qidalanması məsləhət deyil. Ancaq yetkin insanlardan söhbət gedir. Yaşı 25-i, 30-u keçmiş insanlarda artıq maddələr mübadiləsi get-gedə zəifləməyə başlayır deyə yaxşı olar ki, bunlara riayət olunsun. Nə qədər az yeyilsə, o qədər yaxşıdır. Su nə qədər içilsə orqanizm üçün o qədər yaxşıdır. Axşamlar ümumiyyətlə karbohidratlar, ağır yeməklər yemək olmaz. Çünki bu orqanizmə mənfi təsir edir. Orqanizm dincəlmək istəyir, yavaş-yavaş yuxuya hazırlaşır. Ancaq biz ona yemək ötürürük, o məcbur qalır onu həzm etməyə. Artıq yuxu prosesdə pozulmuş olur. Bəs necə bilmək olar ki, məsələn, hansı hormonun yüksəlib? Məsələn, bir neçə hormonun adını çəkdiniz. Bəli, bu hormonların hər birinin analiz üçün laboratoriyalar var. Laboratoriyada bunları... Yəni ona qədər. Məsələn, ona qədər insan necə heç bilə bilməz. Məsələn, onu piyləndirən, o bayaq deyirik, qidalar ki, hansı ki var hormonal dəyişikliklərə gətirib çıxarır. Məsələn, insanda hansısa bir əlamətlər, yəni əlamətlərlə göstərir də özünü. Təxmini bilə bilərikmi? Məsələn, bizim hormonumuz, hansı hormonumuz məsələn bizi idarə eləyir? Hal-hazırda biz qidadan onu alırıq. Bəli, əlbəttə bilmək olar. Məsələn, birinci hamiləlik dönəmini qeyd eləmək istəyirəm. Hamiləlik dönəmində prolaktin hormonu bədəndə artdığına görə saçlar tökülməyə başlayır qadınlarda. Deməli, prolaktində saçlar tökülür. Bəli. Sonra
Hormonlara mikroelementlər, onların ifrazına mikroelementlər də təsir edir. Dəmir, maqnezium, sink kimi minerallar, mikroelementlər də təsir edir deyə onların bədəndə azlığı da hormonların ifrazına çətinlik, problem yarada bilər. Ona görə də saçlarda tökülmə, yəni dəmir çatışmazlığı zamanı hormonal dəyişikliklər də çatışmazlıq da baş verdiyinə görə saçlarda tökülmə ola bilər. Estrogen hormonu artan zaman dediyim kimi piy toxuması bədəndə artmış olur. Kök insanlarda, yəni belə deyim, artıq çəkili insanlarda fərqi yoxdur, qadın ya da kişi. Bu mütləq şəkildə estrogen artıqlığı var. Bu da həmçinin insulin dirəncinə, insulin dayanıqlığı deyilir. Dirənc sözü termini daha çox son dövrlərdə dilimizə daxil olub. İnsulin dirəncinə səbəb ola bilir. Yəni artıq çəkili hər bir insan bilməlidir ki, onda artıq insulin dirənci var ya da meyllilik var artıq. Yəni bir sıra əlamətlərlə Sonra artıq testlər verməlidirlər, qan analizləri verməlidirlər, dəqiqləşdirməlidirlər. Bəli, hansından şübhələnirsə, hər birinin analiz üçün laboratoriyalarda reaktivlər mövcuddur. Bunu həyata keçirmək olar. Bax belə, hormonlarla bağlı nəyi bilməyi istəyirsiniz? Dinləyicilərimizdən suallar gəlib bu sualımızla bağlı. Kişilərdə hormonal balansın pozulması keçərliyə səbəb ola bilərmi? Bax belə yazıb 2077. Bəli, kişilərdə keçərlilik birbaşa hormonlarla əlaqəsi var. Düzdür, burada genetik faktorlar da böyük rol oynayır. Saçın ağarmasında da, saçın tökülməsində də həm qadınlarda, həm kişilərdə genetik faktorlar çox mühüm rol oynayır. Ancaq bu o demək deyil ki, biz onu dayandıra bilmərik. Biz onu genetik meylliliyi olan insan daha həssas olmalıdır öz orqanizminə qarşı, öz qidalanmasına qarşı. Onu qidalanma ilə bərpa etmək olar. Belə ki, qanda dehidrotestosteron deyilən maddə yaranır. Bunlar tüklərin dibində olan follikulların yığılmasına səbəb olur, tüklərin nazikləşməsinə səbəb olur və zamanla onun tökülməsinə səbəb olur. Bu da yaxşı sualdır. Əfqanə xanım soruşur ki, uşaqlar bəs necə yetişdirilməlidirlər ki, sonradan onlarda hormonal, başqa cür yazıb, indi mən bunu dəyişdirirəm. Hormonal pozğunluqlar onlarda yaranmasın. Bəli, uşaqların gündəlik həyat tərzinə, onun qidalanmasına riayət eləmək lazımdır. Çalışmaq lazımdır ki, uşaq bütün günü fast food qidalanıb oturaq həyat tərzi keçirməsin. Uşaq nə qədər aktiv həyat tərzi keçirəcəksə, bu onun sağlamlığına, oğlan uşağı və ya qız uşağı olaraq böyüməsinə çox müsbət təsir edəcək. Ona görə də gündəlik qidalanmada bayaq da qeyd elədiyim kimi karbohidratlar, işlənmiş qidalar, fast food qidalardan mümkün qədər uzaq olmaq lazımdır. Və süni toyuqlar hazırda biraz bunu qeyd eləmək istəyirəm ki, oğlan uşaqlarına çalışaq çox verməyək. Başa düşürəm dadlıdır, ancaq verə bilərik həftədə 2 dəfə. Normal kənd şəraitində, təbii şəraitdə yetişdirilmiş toyuq əlbəttə ki, o da 3 dəfə də olar, bəli, 4 dəfə də olar. Ancaq biz onları hazırda əldə eləməyimiz bir qədər məhdudlaşıb. Söhbətimiz çox maraqlı gedir, amma reklamları da səsləndirmək lazımdır. Gəlin reklamları səsləndirək, sonra dayanmadan inşallah ki, yox, bir neçə dəqiqədən sonra qayıdacaq. Çünki baxıram ki, bizim artıq vaxtımız gedir növbəti saata. O zaman növbəti saatda, ikinci saatda eşidilərik. Ayrılmayın. Sağlam olmaq bizdən başlayır. Hormonların sehirli dünyasına səyahətə sizi dəvət edirik. Artıq ikinci saatdayıq. Bu arada hər kəsə xatırlatma etmək istəyirəm ki, bizim ümumiyyətlə emosiyalarımızın birdən-birə anidən dəyişməsinin səbəbkarı bizim özümüz deyilik. Bizi idarə edən hormonlarımızdır ki, hansı ki biz də düşündük ki, bu haqda məncə də danışmaq lazımdır. Növbəti dəfə səbəbsiz əsəbləşsəniz, bizim dediklərimiz, necə deyərlər, bir növ yadınıza düşmüş olar. Bugün Andop məzununu dəvət etmişik. Həkimdir, dietologdur. Əfqanə xanım kəsəmənli suallarımızı cavablandırır. Sizin də suallarınızı yeri gəlmişkən 055 93 490 93-ə bu saatda da göndərin suallarınızı. Təklif edirəm ki, hormonal müalicədən artıq başlayaq danışmağa, necə bilirsiniz? Lazımdır, amma yenə yada düşərsə səbəblər, biz mütləq şəkildə onları da bir daha vurğulayarıq. Əlbəttə, məmnuniyyətlə. Hormonlar bədənimizdə varsa, onlar böyük, geniş bioloji təsirlərə malikdirlərsə, demək ki, onların miqdarının artması və ya azalması da bədəndə patologiyalara səbəb olacaq və bu zaman hormonal terapiya tətbiq oluna bilər. Belə ki, hormonal terapiyanın tətbiq olunduğu, ən geniş tətbiq olunduğu sahələr, onkoloji sahələr, yəni xəstəliklər, bundan əlavə
sonsuzluq zamanı hormonal terapiya geniş tətbiq olunur. Bir də tiroid xəstəlikləri zamanı. Tiroid xəstəlikləri nədir? Tiroid bizim qalxana bənzər vəzimizdir. Orqanizmin dirijoru adlandırırlar bunu. Yəni ondan asılı olan bir sıra orqanlar var. O bir sıra orqanlar üçün hormonlar ifraz edir və tiroid vəzinin ifraz etdiyi hormonların artması və ya azalması da orqanizmdə bir sıra dəyişikliklərə gətirib çıxara bilir. Onu da qeyd edeyim ki, tiroid vəzi hormonlarının deməli miqdarının təsirinin artması hipertireoz, azalması isə hipotireoz adlanır. Bu xəstəliklər zamanı müxtəlif hormonal terapiya tətbiq oluna bilər. Bu vəzin, tiroid vəzin, həmçində digər vəzlərin ifraz etdiyi hormonların adları çox olduğu üçün, biraz qəliz olduğu üçün bunu tibb işçiləri daha yaxşı qavraya bilirlər. Mən ona görə əhalimizi yormaq istəmirəm bu adlarla. Sadəcə qeyd eləmək istəyirəm ki, bəli, bu xəstəliklər zamanı qeyd elədiyim kimi onkoloji xəstəliklərdə, tiroid xəstəliklərində, sonsuzluq xəstəliklərində hormonal terapiya çox yaxşı effekt verə bilir. Gənclər hər hansı bir dəyişikliklər olan zaman, məsələn, özünə inam itirdə bilirsiniz, idarəçilikdə avtomatik olaraq itir. Bu zaman müraciət etməlidirlər kimə? Bəli, əlbəttə. Hansı, məsələn, ixtisaslı həkim? Cinsi yetişkənlik dövründə öncəliklə onu qeyd edeyim ki, bu hormonların miqdarından asılı olaraq ikincili cinsi əlamətlər dediyimiz tüklənmə, səsin dəyişməsi, boyun uzanması və yaxud da ki, boyun qalması və s. inkişafdan qalması, bunlar hamısı hormonların təsiri altında baş verir. Əgər burada müəyyən bir patologiyalar, kənara çıxmalar yaranırsa, bu gənclərin özünə inamının zəifləməsinə səbəb ola bilir. Və ikincili cinsi əlamətlər meydana çıxan zaman, təxminən bu 11, 12, oğlanlarda bir qədər də gec, 1 il, 2 il, qızlara baxanda bir qədər bu proses ləngiyir. Bu dövrdə məktəb yaşına düşür bu dövr və yeniyetmələrdə müəyyən bir komplekslər yaranmağa başlayır. Məsələn, qız uşaqlarında süd vəzləri inkişafa başlayırsa, onlar artıq mən ətrafımda da görürəm, bəli, sıxılır. İdman dərslərinə girmək istəmirlər, o formanı geyinmək istəmirlər, müəyyən bir sıxıntı keçirirlər. Oğlanlar da həmçinin səslərin dəyişməsindən əlaqədar, bəzi oğlanlar, təbii ki, hamısı yox, üzlərində tüklərin yaranması onlarda narahatçılıq yarada bilir. Ancaq biz bunu qeyd eləməyimiz çox yaxşı bir haldır. O dövrü rahat keçirə bilmirlər, bəli. Bəli. Bir dövr olur, həm qızlarda, həm də oğlanlarda və o an valideynin yanında olmağı, onların yanında olmaqları çox vacibdir. Və bizim belə verilişlər də o baxımdan çox maarifləndirici, yüksək maarifləndirici təsir göstərir. Mən universitetdə oxuduğum illərdə məktəblərdə reproduktiv sağlamlıq və cinsi yetişkənlik adlı treyninqdə də trener olaraq çalışmışdım. Çox gözəl bir proyekt idi. Nə baxımdan? Məktəblərdə 9-11-ci sinif şagirdlərinə, qızlara mən, oğlanlara da digər tələbə yoldaşım, oğlan tələbə yoldaşım dərs keçirdik və çox gözəl maariflənməsində gənclərin bu verilişlər, bu tipli treyninqlər rol oynayır. Onlar başa düşməlidir ki, bəli, menstruasiya prosesi baş verəcək. Bu qız uşağıdırsa bunda baş verəcək. Oğlan da başa düşməlidir ki, digər ikincili cinsi əlamətlər oğlanlara məxsus, bunlar yaranmalıdır. Və yaxud da ki, bəzən onlarda cinsi infeksiyalar və s. hətta məktəb yaşlı uşaqlarda bəzən bunlar ola bilir. Biz eşitdiyimizə görə onları intihara cəhd edə bilirlər. Bunlar hamısı maariflənmənin olmamasına irəli gəlir. O baxımdan valideynlər erkən cinsi həyata qatılma, bunlar hamısı bəli. Ətraf mühitin təsiri ilə əlaqədar danışmaq lazımdır, bəli. İlk olaraq valideyn bu məsələyə əl qoymalıdır, belə deyək, onları maarifləndirməlidir. Hər yaşa uyğun valideynin özü bu yolu keçib artıq, hamısından bələddir. Ona görə də onları qarşısına qoymalıdır, övladını, başa salmalıdır ki, bax, səndə bu proses gözlənilir, bu olacaq, normal bir haldır. Sən qızsan, yəni qızlar bulağından su içəcəksən, səndə menstruasiya prosesi ola bilər, gələcək qadın həyatında bu mühüm rol oynayır. Olmaması bunun yaxşı hal deyil. Əksinə olması müsbət bir haldır və yeniyetmə onu sevərək qarşılamalıdır. Qorxaraq, çəkinərək, bu şəkildə yox. Aha, çox geniş, həm də belə ətraflı məlumat verirsiniz, afərin. Əfqanə xanım, bir də hormonların düzgün işləməməsini bizə bildirən nə ola bilər? Məsələn, dəridəki problemlərmi deyək, yoxsa başqa nə bildirə bilər bizə bir siqnal olaraq? Bəli, əlbəttə. Bayaq qeyd elədiyimiz kimi çəkinin artması hormonların bizdə düzgün işləmədiyini göstərə bilir. Bundan əlavə üzdə sızanaqların yaranması hormonal dəyişikliklərə səbəb ola bilər. Sızanaqlar da ən çox bədəndə
alın, burun, çənə ətrafı nahiyələrdə, qollarda, kürək nahiyəsində daha çox ola bilər. Çünki buralarda piy vəzlərin miqdarı daha çoxdur. Bunlar göstəricidir ki, artıq siqnaldır ki, bədəndə müəyyən bir hormonal dəyişikliklər baş verir. Həmçinin dərinin quruması da hormonlarla əlaqəli ola bilər. Deməli, sızanaqlar da ola bilər, dəridə quruluq da ola bilər, yeniyetmələrdən təkcə söhbət getmir də, bu hər yaşda. Hər yaşda ola bilər. Aha, yəni hormonal disbalans yaşayanda bu hallar gözlənilə bilər. Bir dinləyicimizin sualına gəlmək istəyirəm. Deməli, hazırda yazır kosmetik məhsullardan istifadə edən yeniyetmələrə çox rast gəlinir. Bilmirəm necə olacaq. Bu onların soruşmaq istəyirəm inkişafına mənfi təsir göstərə bilərmi? Yəni bu da hormonlardan bağlıdır, əlaqəlidir. Necə? Bəli, əlbəttə mən dinləyicimizə təşəkkür edirəm sualına görə və məni narahat edən problemlərdən birinə toxunduğuna görə. Həqiqətən bu məsələ son dövrlərdə, son illərdə çox geniş yayılıb niyəsə. Biz məktəbdə oxuyanda yadıma gəlir, mən məktəbdə oxuyanda dırnağımı biraz uzatmışdım. Biologiya müəllimi məni dərsdən çıxartdı ki, get onu kəsməmiş dərsə girməyəcəksən. Ancaq hazırda 6-cı sinif, 7-ci sinif şagirdləri arasında bu o qədər geniş yayılıb ki, mənə elə gəlir ki, onlarda bir özünə inamsızlıq var. Bu kosmetik vasitələrdən geniş istifadə olunması. Hətta uşaqlar üçün biz kosmetikalar görürük. Mən düşünmürəm ki, bunlar uşaqlar üçün lazımdır. Yəni uşağa oyuncaq alarlar, onun beynini inkişaf elətdirən puzzlelar və s. bunu almaq olar. Uşağa kosmetik vasitəni bir valideyn necə ala bilər? Yəni bilmirəm. Və yaxud saçının hansısa bir hissəsini Rəngləmək. rəngləyirlər. Bəli. Bunu da son illərdə gördüm açığı. Yəni İnanırsınız, mən Tibb Universitetində dərs deyirəm. Hər semestrdə yüzlərlə tələbə görürəm. Çox az sayda tələbə görürük ki, biz makiyajdan istifadə edir, saçlarını müxtəlif rənglərə boyayırlar. Yəni düşünürəm ki, valideynlər bu istiqamətdə uşaqlarınla söhbətlər aparmalıdırlar ki, sən təhsil almağa yönəlməlisən. Bu kosmetik vasitələr birinci qeyd edeyim, mənfi cəhətləri, tərəfləri nədən ibarətdir? Onların tərkibində xüsusi maddələr var ki, uşaqlarda cinsi yetişkənlik dövrünü tezləşdirir. bəlkə konkretləşdirək hansı məhsullar maraqlı olar. Məsələn, dırnaq boyasını eşitmişəm. Bəli. Sonra pomadaların istifadə olunması, dodaq boyası, sonra boyasının, bəli, kirpiklərdə tuşlardan istifadə olunması. Yəni istənilən bir dəriyə müxtəlif indi adlarını çəkmək nə qədər düzgün olar, pudra və s. Ənlik, kirşan, kirşan bunların istifadə olunması dərinin məsamələrinin tuta bilir. Bu uşaqlar inkişaf edir. Onların bədəni, dəri bizdə ümumiyyətlə nəfəs alma orqanıdır. Bunlardan uşaq istifadə edən zaman onun bədəni yaxşı nəfəs ala bilmir. Dərisi oksigenlə yaxşı təmin oluna bilmir. Beləliklə artıq problemli dəri formalaşmağa başlayır. Ümumiyyətlə, yəni mən düşünmürəm ki, məktəb yaşlı uşaq təhsilə fikir yönəlməlidir. Yəni bu da hormonların düzgün işləməməsi ilə bağlıdır. Bəli, bu onunla əlaqədardır. Nəyə görə? Bayaq qeyd elədiyim kimi melatonin hormonu, yuxu pozğunluqları, bu yuxu zamanı təsir edən hormon epifiz deyilən bizim vəzimizdə ifraz olunur və epifizimizin digər bir funksiyası nədən ibarətdir? Cinsi yetişkənlik dövrünü tənzimləyir. Yəni cinsi yetişkənlik dövrünə qədər ikincili cinsi əlamətlər dediyim, bayaq qeyd elədiyim əlamətlər meydana çıxmırsa, bu epifizin ifraz etdiyi hormonların sayəsindədir. Cinsi yetişkənlik dövründən sonra epifizin fəaliyyəti azalmağa başlayır. İndi mən bunu nəyə görə qeyd elədim? Yəni epifizində təbii ki, bu vəzdə də digər vəzlər kimi kənara çıxmalar ola bilər. İfraz etdiyi hormonun miqdarı arta bilər, azala bilər. Yəni ifraz etdiyi hormonun miqdarı artarsa, yəni biz dediyimiz kimi cinsi vəzlərin funksiyalarını bu ləngidir. Həddindən artıq təsir göstərərsə, bu cinsi yetişkənlik, yeniyetməlik dövrünü keçdikdən sonra belə hələ də ikincili cinsi əlamətlər meydana çıxmayacaq. Əgər zəif təsir göstərəcəksə, inkişafdan qalacaq belə deyək. Əgər zəif təsir göstərəcəksə, bu normadan da tez, ikincili cinsi əlamətlər yaşından da tez fəaliyyət göstərmək. Yəni biz görürük ətrafımızda uşaqlar ki, uşaqdır yaş baxımından, fizioloji quruluş baxımından, ancaq özünü böyük kimi aparır. Davranışları, qız uşağıdır, hərəkətləri, yeriyişi, oğlan da həmçinin. Yəni bunların hamısına təsir edən hormonlar epifizdə ifraz olunan hormonlardır. Birazdan təklif eləyəcəm ki,
böyümə hormonlarından danışaq. Çünki bəzi valideynlərin doğrudan da ürəyini ağrıdır ki, necə olur ki, atası hündür, anası hündür, amma uşaq kimi oxşadı. Uşaqlarda indi son illərdə görürsüz ki, biraz elə bir ki, boylarında bəstə boyluq olur və bu da təbii ki, narahat edir valideynləri. Bunun üçün edə biləcəyimiz nəsə varmı? İstəyəcəm sizdən bununla bağlı məsləhətlər, əgər imkan varsa Əfqanə xanım. Biz isə bir daha xatırladırıq, 055 93 490 93-ə göndərə bilərsiniz suallarınızı. Suallarımızı bugün cavablandırır Andop məzunu, eyni zamanda dietoloq, həkim Əfqanə Kəsəmənli. Reklamlar qayıdacağıq. Sağlam həyat 93 FM-də. Ölkənin sağlam dalğasında. Hər kəsi bir daha salamlayırıq və xatırladıram ki, bugün bizi sevindirən, bəzən də əsəbləşdirən, hətta acılıq hissi gətirən bir hormonlarımızdan danışırıq. Bəli, onların iş fəaliyyətindən danışırıq. Görünməyən, necə deyərlər, idarəçilərimizdir bizim Əfqanə xanım. Ona görə də biz onlarla necə bacarırıqmı, yoxsa yox? Bacarırıqmı? Nəyin hesabına bacarırıq? Dərmanların? Təkcə dərmanlar deyil, qidalanma ilə biz onlarla bacara bilirik. Onu qeyd eləmək istəyirəm ki, bədəndə aclığın da, toxluğun da özünün siqnalını verən hormon var. Bunlardan aclıq hormonu qrelin adlanır, mədədə ifraz olunur. Toxluq hormonu da leptin adlanır. Yəni biz bunların idarəçiliyini özümüz əlimizə ala bilirik. Belə ki, aclıq zamanı qrelin hormonu ifraz olunan zaman biz qidalanmağa başlamalıyıq və qidalanan zaman ümumiyyətlə sizə deyim ki, dərhal qidalanma da məsləhət görülmür. Mən şəxsən özüm üçün deyirəm ki, bu müddəti biraz da uzatmağa çalışıram. Hiss eləyirəm ki, tutalım aclıq gəlib, qrelinim artmağa başlayıb. Bu müddəti necə gedir? Qrelin. Bəli. Bu hormon bunu bir qədər də uzatmağa çalışıram. Çünki hazırda dünya aclıqla terapiya deyə bir müalicə metodundan da istifadə edir. Nəyə görə? Çünki aclıq zamanı bədən enerji mənbəyi olaraq hər hansı bir maddədən istifadə etməyə çalışır. Mədədə qida olmayanda bu hücum çəkir piy toxumalarımıza. Piy toxumalarımıza dərimizin altında, dərinin altı demək olar ki, yaxşı belə zibil qabıdır. Orada atqı maddələri, artıq maddələr toplanır və başlayır onları yeməyə. Bədənin bu prosesi otofagiya adlanır. Oto öz-özünə deməkdir, fagiya yemək deməkdir. Yəni özünün zərərli hüceyrələrini yeməyə başlayır. Ona görə də ac olan kimi dərhal yeməyə qaçmaq ehtiyac yoxdur, qaçmağı düşünürəm ki. Bundan başqa leptin hormonu. Məsələn, insan qidanı yeyən zaman bu təbii ki, fərdi xüsusiyyətlərdir. Yəqin siz də diqqət eləmisiniz. Bəziləri tez-tez yeyirlər. Bəziləri bir eyni yeməyi versək, tutalım bir dönər olsun və s. biri qısa bir müddətdə yeyib qutaracaq. 3 dəqiqə, 5 dəqiqə çəkməyəcək. Biri yarım saata içimən daxil. Biz onu yeyib qutara bilməyəcəyik. Bu nə ilə əlaqədardır? Bu nəyə görə yaxşı bir haldır? Qidanın gec yeyilməsi. Çünki mən həmişə ətrafımdakı insanlara da deyirəm ki, bizim mədəmizin dişləri yoxdur. Allah dişləri bizim ağız boşluğumuzda verib və biz ağız boşluğumuzda mümkün qədər bunu çox çeynəməyə çalışmalıyıq. Çünki biz onu çeynəyəndən sonra 20 dəqiqə ərzində beynimizə siqnal çatır ki, biz toxuq, leptin, doymuşuq, leptin hormonu ifraz olunmağa başlayır. Biz nə qədər çeynəmə prosesini uzadarıqsa, o qədər də insanın bədəninin yeməyə tələbatı azalır və az kalori qəbul etməyə başlayır. Yəni qidalanma ilə biz onu tənzimləyə bilirik. Bugün hormonlardan danışırıq və böyümədən, ümumiyyətlə böyümə prosesindən danışmasa bu mümkün olan bir şey deyil. Ona görə öyrənmək istəyirəm ki, böyümə prosesi hormonlara nə kimi təsir göstərir? Bəli, bütün digər proseslər kimi böyümə prosesi də hormonlardan birbaşa asılıdır. Qeyd edim ki, beynimizdə hipofiz deyə bir vəzimiz var. Hipofiz. Bu çox önəmli bir vəzidir və hipofiz vəzisi tərəfindən deməli, somatotrop hormonu adlı hormon, boy hormonu ifraz olunur. Bəli, bu boya təsir edir. Burada genetik faktor boyda çox mühüm rol oynayır, düzdür. Ancaq burada hipofizin nə dərəcədə bu hormonu ifraz eləməsindən də çox şey asılıdır. Mən yadıma gəlir, biz balaca olanda nənəmiz, babamız deyirdi ki, yatın, hər dəfə yatanda uşaq bir buğda boyu böyüyür. Bəli. O vaxtı təbii ki, onların tibbdən geniş bir xəbərləri yox idi. Ancaq indi artıq tibb bunu sübut edib ki, boy hormonu insanda, uşaqlarda gecələr yatan zaman ifraz olunur. Ona görə də uşaq amma onda deyəsən vaxtı var. Bəli.
qısa, Aha. ümumiyyətlə yatmaq dövrü. Hətta deyirlər 11 ki, ilə 11-dən o tərəfə qalmasın uşaq. Bəli. Uzağı 11 ilə 2 arasında, 3-4 arasında yatmaq məsləhət görünür. Yəni o dövrdə bu melatonin ifrazı olunur, həmçinin boy hormonları ifraz olunur. Əgər uşaq o dövrü yatmazsa, sabaha yaxın yatmağın heç bir mənası olmur. Burada da mən yenə biraz yaxşı mənada günahı valideynlərdə görürəm. Çünki biz böyüyük, otururuq, valideyn oturur, yatmır, filmə baxır, telefonla məşğul olur və s. Düşünür ki, uşaq deyib yox, mənlə yatar, ancaq biz artıq inkişafımıza kifayət qədər çatmışıq, o dövrləri keçmişik. Uşaqlar isə bu dövrdədirlər. Ona görə də onların orqanizmini öz orqanizmimiz kimi qəbul eləməməliyik. Bax belə. Onlar Mənə gəl ki, yatmalıdır. bu proqramlarımızdan sonra, bax bu cür mövzularımızdan sonra valideynlər daha diqqətli olacaqlar. Yəni ümid edək. Çünki böyümə prosesində həqiqətən hormonların birbaşa əlaqəsi var. Yəni bunu elmi sübuta da yetirilib. Bəli. Hormonlardan danışıb sevgidən danışmasaq, Əfqanə xanım, özüm qəsdən saxladım bunu sona tədricən. Sevgidən danışmasaq düzgün olmaz. Çünki bir bağlılıq var bunların arasında da. Bəli, doğru qeyd elədiniz. Deməli, bizim xoşbəxtlik hormonlarımızdan birinin də adı oksitosindir. Oksitosin də qeyd elədiyim kimi hipofiz vəzisində ifraz olunur. Bunun adı, digər adı sevgi hormonu, bağlılıq hormonu da adlanır. Oksitosin ümumiyyətlə bir qadınlarda uşaq dünyaya gətirən zaman ifraz olunur. Çünki uşaqlığın divarının yığılmasında, dölün qovulmasında mühüm rol oynayır. Eyni zamanda bu toxunuş, qucaqlama, öpmə kimi hallarda, yəni övladlarımızı, valideynlərimizi, sevdiklərimizi, əzizlərimizi qucaqlamaq, onlara xoş münasibət göstərmək, toxunmaq oksitosin hormonunun artmasına səbəb olur. Bu çox mühüm bir hormondur. Ümumiyyətlə oksitosin hormonu deyirlər, nəyə görə bunu sevgi hormonu da adlandırırıq? Çünki deyirlər, insan sevən zaman insanın gözü kör olur. Belə bir sevginin gözü kördür. Belə bir deyim var. Deyim var. Mən bunun tibbi izahını verim nəyə görə bu belədir? İnsan sevən zaman qanında oksitosinin miqdarı, endorfinin miqdarı artdığına görə insan xoşbəxt hiss edir və qarşısındakı insanın ancaq müsbət cəhətlərini görməyə başlayır. Tibb də sübut eləyib ki, orta hesabla sevginin müddəti 2 ildən biraz artıq bir müddətdir. Bunun miqdarı qanımızda azalmağa başlayandan sonra biz başlayırıq onun mənfi cəhətlərini görməyə. Yəni mən kifayət qədər insan tanıyıram ki, deyir ki, mən tutalım hündürboy qız xoşduyurdum. Necə oldu mən balaca boy aldım? Nə bilim, ya qız deyir ki, mən belə oğlan xoşduyurdum. Necə oldu belə getdi? Yəni hər hansı bir onun müsbət cəhətlərini görməyə çalışırıq. Oksitosinin, endorfinin təsiri altında. Artıq bu müddət bitəndən sonra başlayırıq mənfi cəhətləri görməyə. Yəni o bir məsəl var, deyir, sən ona deyir Məcnunun gözü ilə bax. Onda o başqa bir məsələdir. Mən düşünürəm ki, elə bununla hardasa eyniləşdirmək də olar. Çünki insan sevən zaman ancaq müsbət cəhətlərini görür. Ona görə də Məcnun da yəqin ki, Leylini sevən zaman müsbət cəhətlərini görməyə çalışıb deyə onun gözündən daha gözəl görünür. Yeri gəlmişkən doğrudan da məhz ailə qurduqdan sonra görürsüz münasibətində də hardasa bir incilik olur. Bəli. Get sən əvvəlki deyilsən, yəni. Bəli. Bunlar hamısı təsir göstərir. Doğru. Hə, sevgidən danışdıq, buna da bir toxunduq. İnsulin hormonu, bir də şəkərli diabet xəstələrində biz əslində bir bölümümüzü, proqramımızın ayırmaq istəyirdik. Sadəcə bunu saxladıq sona. Yox da elə indi danışa bilərik. İnsulin hormonu ilə bağlı necə ümumiyyətlə onu tənzimləmək mümkündürmü? Bəli. İnsulin hormonu da digər hormonlar kimi çox mühüm bir hormondur. Bədənimizdə mədə-altı vəz deyə bir vəzimiz var. Bizim pankreasda adlanır onun digər adı. Onu qeyd etmək istəyirəm ki, əslində mədə-altı vəz canlı insanda mədənin altında yerləşmir. Mədənin arxasında yerləşir. Bəs niyə elə adı? Sadəcə qədim dövrlərdə canlı insan üzərində müayinələr aparılması, tədqiqatlar aparılması qadağan idi deyə. O dövrün alimləri insanı öldükdən sonra müayinə edirdilər və ölüdə mədənin altında onu gördüyünə görə adına mədə-altı vəz verilib və yaxud da ki 12 barmaq bağırsaq, 12 dənə barmağın enində olduğuna görə bu adlar verilib. Lakin sonra tibb sübut edib ki, mədə-altı vəz mədənin arxasında yerləşir. 12 barmaq niyə deyirlər? Bağırsağı? 12 barmağın enində olduğuna görə. Əslində eni, anladım. həmin bağırsağın eni, nazik bağırsağın bir şöbəsidir. 23 santimetrə yaxında, ancaq deməli onu 12 barmaq bağırsaq adlandırırlar tibbdə. Deməli, bəli, tibb çox maraqlıdır. Ümumiyyətlə bir dəryadır, ona görə çox sevirəm bu sahəni. Mədə-altı vəzi də ifraz elədiyi hormonlardan biri. O ümumiyyətlə çox hormon ifraz edir. Biri də insulindir. Və insulin bizim gündəlik həyatımızda çox mühüm rol oynayır. Belə biraz sadə dildə belə izah
izah edeyim ki, insulin bədənin nəqliyyat vasitəsidir. Bizim hüceyrələrimizin qida maddəsi qlükozadır. Yəni şirinlik hissiyatıdır bu qlükozanın qəbulu. Qlükoza hüceyrənin xaricində yerləşir. Həmin qlükozanı hüceyrənin içərisinə daşıyan nəqliyyat vasitəsi insulindir. İnsulin ifrazı ləngiyən zaman, o zaman qlükoza toplanır hüceyrənin kənarında. Hüceyrədə qlükoza acılığı yaranmasına baxmayaraq hüceyrənin kənarında qlükoza çoxalır. Beyin başlayır daha çox insulin ifraz eləməyə ki, bəlkə yenə də daşıyar hüceyrənin içərisinə, ancaq yenə də qlükozanın miqdarı artmış olur. Buna da şəkərli diabet deyirlər. Yəni orada şirniyyatın, şəkərin miqdarı artdığına görə ona şəkərli diabet deyilir. Qlükoza çevrilir artıq şəkərə, necə deyərlər. Bir dinləyicimiz soruşur ki, həyəcan bəs hormonu hansıdır? Əgər imkan varsa buna da toxunaq. Həyəcan hormonu var. İzləyicimizə təşəkkür edirəm. Çox doğru qeyd edib. Çox geniş yayılmış hormonlardan biridir və insanlar bu hormonun kifayət qədər tutqunu olan insanlara biz rast gələ bilirik gündəlik həyatımızda. Bu hormon adrenalindir. Adrenalin hormonu. Adrenalinə həsr olunmuş kifayət qədər filmlər, mahnılar var. Bəli. Çünki bu insanlara daha çox tanış olan bir hormondur və bədənimizdə böyrək üstü vəzi deyilən bir vəzimiz var. Böyrəklərimizin üzərində yerləşdiyi üçün belə adlanır və həmin vəzi tərəfindən ifraz olunur. Çox mühüm bir vəzidir. Cinsiyyət vəziləri falan da ifraz edir. Ancaq ifraz etdiyi ən mühüm hormonlardan biri də adrenalindir. Bu həyəcan hormonudur. Həyəcanlanan zaman adrenalin ifraz olunmağa başlayır. Düzdür, onun əksi olan, belə mən tələbələrə də deyirəm, əkiz qardaş olan noradrenalin də var. O da ancaq adrenalin ilk növbədə təsir göstərən bir hormondur. Bu da həyəcan. Adrenalini bildik. Noradrenalin o nəyə xidmət eləyir? Noradrenalin də adrenalin kimi böyrək üstü vəzdə ifraz olunur. Adrenalinin miqdarı artdıqda onu vurur, azaldır. Azaldıqda başlayır onu kömək eləməyə, adrenalin kimi fəaliyyət göstərməyə. Mən bəzən bunu biraz bənzədirəm. Evdə deyirəm, iki uşaq olur. Evdə dava eləyirlər, yola getmirlər. Amma bayıra gedən kimi bir adam onun bacısına ya qardaşına söz deyəndə müdafiə edir, qoymaz. Yəni bunlar elə bir əkiz qardaşlardır. Belə mənə gəlir ki, toxunduq. Hətta deyirlər ki, beynin IQ səviyyəsi ilə hormonlar arasında da əlaqə var. Bəli, çox doğru qeyd olunur. Dinləyicilərimizə afərin deyirəm. Yəni hardan tapıb çıxarırlar bu sualları? Afərin. Çox doğru qeyd edib izləyicimiz. Həqiqətən dinləyicimiz həqiqətən IQ səviyyəsi ilə deməli hormonlar arasında geniş əlaqələr mövcuddur. Belə ki, hormonlar beynimizdə yaddaş mərkəzi, nitq mərkəzi olan hipotalamusa deməli beynimiz alın payına təsir edə bilirlər. Bunun nəticəsində də IQ-yə təsir etmiş olurlar. Beynin qidalanmasında ən mühüm iştirak edən maddə omega 3-dür. Hansı ki, bunlar qoz, fındıq və s. kimi quru meyvələrdə daha çoxdur. Ona görə də omega 3 balıq yağında. Balıq yağında da var, bəli. Omega 3 ilə zəngin qidalar qəbul olunarsa, bu IQ-yə təsir edən hormonları aktivləşdirə bilir. Ona görə də əlaqə var imiş. Bəli. Sonda ümumiyyətlə hormonlarımızın tarazlığı ilə bağlı, necə saxlamaq bilməyimizlə bağlı bizə tövsiyə verərsinizsə, nə gözəl. Sizə çox sağ ol deyərik. Təşəkkür edirəm. Bəli, hormonları taraz saxlamaq üçün orqanizmin istirahətinə, qidalanmasına çox mühüm yer ayırmaq lazımdır. Belə ki, gündəlik aktivliyi həyata keçirmək lazımdır. Gündəlik balanslı qidalanmağa diqqət eləmək lazımdır. Balanslı qidalanma dedikdə biz zülal, yağ və karbohidratlarla zəngin qidaları nəzərdə tuturuq. Mümkün qədər bunlardan karbohidratları zülallara və yağlara nisbətən az qəbul eləmək lazımdır. Çünki bədənə protein, yəni zülal daha çox lazımdır. Əzələ kütləsinin inkişafına, boyun inkişafına və s. Yəni qidalanma yolu ilə biz hormonlarımızı idarə edə bilərik. Bax belə, gəldik çatdıq daha bir hormonların dünyasında səyahətimizin sonuna. Mən belə adlandırdım bugün proqramımızı səyahət etdik hormonlarına. Hər bir hormonla tanış olduq. Unutduğumuz olmadı düşünürəm, yox. Yenə də oldusa da əsas deyilmiş demək ki, yadımıza düşmədi. Hamısına toxundu. Bəli. Demək ki, birdən-birə biz ayırd etdik ki, xoşbəxt hiss ediriksə bu hormonların hesabına baş verir. Birdən-birə depressiya düşürüksə, əsəb keçirirsə, stres yaşayırıqsa, bu da hormonların bizi idarə etməsi ilə bağlıdır. Ona görə də hər zaman düşünün ki, hormonlarımız iş başındadırlar. Amma biz daha çox arzulayırıq ki, sizdə serotonin hormonu daha çox olsun. Bax belə.
Təşəkkür edirəm Əfqanə xanım gəldiyinizə görə. Mən təşəkkür edirəm Samirə xanım, dinləyicilərimizə təşəkkür edirəm vaxt ayırıb bizi dinlədiyinə görə. Səhiyyə Nazirliyimizə təşəkkür edirəm belə maarifləndirici proqramların təşkilatını həyata keçirdiyi üçün. Proqramımıza uğurlar arzu edirəm. Biz təşəkkür edirik. Andop məzunu idi qonağımız bu gün dietoloq, həkim Əfqanə Kəsəmənli. Beləcə işimizi burada başa çatdırdıq. Bəli, yekunlaşdırırıq. Özünüzə yaxşı baxın. Diqqətiniz bizdə olsun. Hər zaman Sağlam Radioda qalın. Həm musiqilərimizi dinləyin, zövq alın, təbii ki, maariflənin. Sizinlə Samirə idi, görüşərik. Yeri gəlmişkən indi sertifikasiya ilə bağlı da daha bir sualı və cavab eşidəcəksiniz. Sağlam həyat 93 FM-də. Ölkənin sağlam dalğasında. Mən sertifikasiya imtahanından keçmək istəyirəm, amma harada qeydiyyatda keçməli olduğumu bilmirəm. Siz aşağıdakı siyahıda qeyd edilmiş sənədləri Səhiyyə Nazirliyinin Sertifikasiya Şurasının inzibati binasına, Həsən bəy Zərdabi küçəsi 86, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yaxınlığındakı binaya təqdim edərək imtahana buraxılış əldə edə bilərsiniz.